Yeni il və dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə bölgələrə üst tutan sakinlər artıq Bakı və digər şəhərlərə qayıdır. Əməkdaşlarımın sərnişin sıxlığının müşahidə edilməsi və ya süni qiymət artımının olub-olmaması ilə bağlı Ağstafa və Qazax şəhər avtovağzalında olub. Kameradan kənar sərnişinlər avtobus ilə Bakı şəhərinə 18 manata getdiklərini bildirsələr də, lakin vağzal rəsmiləri qeyd edib ki, Ağstafa-Bakı istiqamətinə 17 manat 30 qəpik, Qazax-Bakı istiqamətinə isə biletin qiyməti 17 manat 60 qəpikdir. Qazax avtovağzalı gücləndirilmiş iş rejimində keçmişdir. Bayramla əlaqədar olaraq onu bildirmək istəyirəm ki, heç bir sıxlıq müşahidə olunmur. Reyslər vaxtı-vaxtında gəlir. Bilet satışı kompüter vasitəsilə və onlayn idarə olunur. Demək olar ki, Bakı istiqamətinə vaxtla əlaqədardır. 18 manatdır, 17.60-dır. 2 saat öncədən alanda 18 manatdır, 2 saatdan sonra alanda 17 manat 60 qəpikdir. Gəncə şəhərində isə mütəmmədi olaraq 4 manat 10 qəpikdir. Bəli, biletlərimiz var, ancaq qiymət artımı yoxdur. Yəni o qədər də sərnişin sıxlığı yoxdur. Əgər olarsa əlavə reyslər əlavə olunacaq, işləyəcək. Ağstafa-Bakı neçədir bilet? 17 manat 30 qəpikdir. Sərnişinlər deyir 18 manat alırıq. Yəni 17 manat 30 qəpikdir, biletdə də qeyd olunur, heç kim qiymət artımı eləməyibdir. Avtovağzallara nisbətən dəmir yolu vağzalında qatarlara biletin alınması onlayn olsa da, həmin gün qatara bilet almaq mümkün deyil. Dəmir yolu vağzalında fəaliyyət göstərən kassalar isə artıq 2 aydır ki, fəaliyyətini dayandırıb. Yerli sakinlərin ən böyük arzusu isə vaxt itkisinin qarşısının alınması, Bakı şəhərinə rahat gediş-gəlişin olması üçün əvvəlki kimi vaqonların xəttə buraxılmasıdır. Sakinlər bildirir ki, həmin vaqonlar vasitəsilə axşam saatlarında yola düşərək rahat yatır, səhər isə qalxdıqdan sonra qatardan düşüb işlərini görüb yenidən geri qayıdırdıq. Hətta vaqonda rahat axşam və səhər yeməyini də yeyirdik. Onun üstünlüyü çox idi. Çox, məsəl üçün vaxtımız getmirdi. Vaxtında bilirdik ki, hansı vaxtda gedirdik, gəlirdik, rahat da gəlirdik. İndi çıxırıq yollara, maşınlarda qalırıq. Maşın tapırıq getməyə. Vəziyyətimiz çətinləşir. Kassa bağlı, onlayn bilet ala bilmirik. Çox vəziyyət azınacaqlıdır. Bu qatarın olmasını istərdiniz? Yəni Çox istəyərdim, pusat da istəyərdim. hansı üstünlükləri var o qatarın? O qatarın rahat axşam poyacam yerdim, səhər düşürdün, yata-yata gedirdim, səhər düşürdün Bakıdasın. Üstünlük gözəl idi. Sezonda Bakıdaydım, işim görürdüm, axşam da qayıdırdım geri. Bu Ağstafa, Qazax istiqamətindən təxminən 2-3 qatar çıxırdı ki, sakinlər gecə saatlarında həmin qatarlara minirdi, yatırdı və səhər tezdən isə Bakı şəhərinə çatırdı. Bakı şəhərində işini gördükdən sonra eyni formada, yəni qatara minirdi, səhər açılanda isə Ağstafada olurdu və Ağstafada olan zaman həmin sakinlər öz işlərini görə bilirdilər. Bugün sakinlərin sözlərinə görə ən böyük sakinlərin arzusu həmin qatarların bərpa olunmasıdır. Elvin Qudratov, Kamran Əskiparalı, Sənan İsmailov, Bugün informasiya proqramı üçün.